Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Marneuli Bələdiyyəsinin Nimir kəndində daxili yolların yenidən qurulması işlərinin ikinci mərhələsi davam edir. Layihənin birinci mərhələsi 2024-cü ildə tamamlanıb. İkinci mərhələ çərçivəsində 800 metrlik hissəyə 2 qat asfalt beton örtüyü döşənəcək. Marneuli Bələdiyyəsi merinin birinci müavini Roin Dekanoidze meriyanın struktur bölmələrinin rəhbərləri ilə birlikdə iş prosesi ilə tanış olub. Layihə regional inkişaf fondu və yerli büdcənin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir. Onun ümumi dəyəri 350 min larini təşkil edir. Marneuli Bələdiyyəsində yol infrastrukturunun bərpa və yenidən qurma işləri davam edir. Hazırda İmir kəndində 2 istiqamətdə asfalt beton yolu salınır. Layihə Bölgə İnkişafı Fondu ilə yerli büdcə hesabına həyata keçirilir. Ümumilikdə məbləğ 350 min larini təşkil edir. Yollar, uşaqlarımızın ayağı batırdı, yollar pis vəziyyətli idi. Çox sağ olsunlar, belə hökuməti var olsun. Uşaqlarımıza, elimizə, obamıza yararlıdır. Təşəkkür edirəm hər birinizə. 6 dənə nəvəm var, hey palçığa batırdı. Məktəbə gedib gələ bilmirdi. İndi sağ olsun ki, bizə belə şərait yaradır. Tetricqaro Bələdiyyəsinin meriyasının dəstəyi ilə Tetricqaro şəhərindəki ictimai sağlamlıq və təhlükəsiz ətraf mühiti mərkəzi ərazisində skrininq tədqiqatları aparılıb. Pulsuz tibbi tədqiqatın məqsədi xərçəngin erkən qarşısının alınması və vaxtında müalicəsidir. Tetricqarodan sonra tibbi tədqiqatlar Bolnis, Tımanis və Calqada da davam etdiriləcək. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişin daşıma şirkətləri üçün yeni qaydalar qüvvəyə minib. Xüsusən də sürücülər 2025-ci ilin mart ayından etibarən öz nəqliyyat vasitələri ilə birlikdə özləri də vaxtaşırı müvafiq tibbi müayinədən keçməlidirlər. Bununla bağlı hazırladığımız materialda sürücülərin mövqeyini dinləyin. Yeni qüvvəyə minən qanun barədə hər birimizin məlumatı var idi. Bilirik ki, mütləq müvafiq orqandan izin almalıyıq. Bəli, sözü gedən qanunla bağlı məlumatımız var idi. Ona riayət edirik, lisenziya düzəldirik. Vaxtaşırı tibbi müayinədən də keçəcəyik. Qanuna riayət etməklə işimizi, fəaliyyətimizi davam etdirəcəyik. Marneuli regbiçi Saba Nozadze Fransanın elit divizionuna keçib. Regbiçi ölkənin elit klublarından biri olan Neverslə 2 illik müqavilə imzalayıb. Sabanın qələbəsi istər Marneuli Bələdiyyəsi, istərsə də İdman Məktəbi və Marneuli Armazi regbi klubu üçün xüsusilə qürur vericidir. Birazdan saat 20:00-da Marneulinin mərkəzi stadionunda Alget Futbol Klubu deməli Xaşurinin İveriya komandası ilə qarşılaşacaq. Futbol maçının canlı yayımını Marneuli TV həyata keçirəcək. Gəlin komandamızı birlikdə alqışlayaq. Bu əlimizdə olan son məlumatı idi. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.